Hı. Salam kanalımızın değerli izleyicileri. Data analitika üçün Python kursumuzun bu dərsində Matplotlib kitabxanasını öyrənməyə davam edirik. Bu dərs pilot types'lardan, pairwise datadan fin between funksiyasını öyrənəcəyik. Fin between funksiyasına aid gəlin nümunə ilə başlayaq. Jupyter editorumuzu açaq. New və nümunəmizi kopyalayaq. Baxın, belə bir qrafik qarşımıza gəldi. İndi isə gəlin bu kodu araşdırmağa keçək. Bu kod fin between funksiyasının necə işlədiyini və verilənlər arasındakı sahəni necə doldurduğunu göstərir. Gəlin kodu addım-addım izah edək. Yuxarıda iki sətir kitabxanaların import edilməsi hissəsidir. Bilirik ki, matplotlib.pyplot qrafiklər yaratmaq üçün istifadə olunur. NumPy ədədi hesablamalar və verilənlər üzərində əməliyyatlar etmək üçün istifadə olunur. Bu iki hissə qrafik stilini təyin edilməsi bura. Baxın kodda bu hissə. Matplotlibin minimalist dizaynı qrafikləri sadə və estetik cəhətdən təmiz göstərir. Bu hissə dizayn üçündür. Yəni qrafikimiz sərgərli görünsün. Ona görə istifadə olunur. Verilənlərin yaradılması hissəsi bu hissə. Minspace 0816 bu funksiyada 0 ilə 8 arasında 16 bərabər nöqtə yaradılır. Yəni elə bil ki, 0 ilə 8 intervalı 16 bərabər hissəyə bölünür. X verilənləri bu nöqtələrə uyğun gəlir. Misal üçün 0, 0.5, 1, 1.5, 2, 2.5 və s. belə gəlir ta ki 7.5, 8. 16 dənə belə nöqtə yaranır. X həmin massivimiz olur. Y1 və Y2 bu iki ayrı verilənlər seriyasıdır. Hər ikisi X-ə əsaslanaraq linear funksiyalara bənzəyir. Lakin hər ikisi üçün təsadüfi səpələnmə noise əlavə olunur. Baxın, X-in həmin o 0, 0.5, 1 və s. qiymətlərinə görə Y1-imizin qiymətləri təyin olunur. Bu şəkildə y1 funksiyası 3 üstəgəlsin 4x böl 8 kimi tərtib edilir və hər bir nöqtəyə 0 ilə 0.5 arasında təsadüfi bir dəyər əlavə olunur. Y2 də ona oxşar qaydada tərtib olunub. Y2 funksiyası da 1 üstəgəlsin 2x böl 8 kimi tərtib edilir və eyni şəkildə təsadüfi səpələnmə əlavə olunur. Baxın 0.5 0 ilə 0.5 arasında təsadüfi bir dəyər Y2-yə də əlavə olunur. Qrafik sahəsinin yaradılması hissəsi bu sətir. Yeni bir qrafik sahəsi fig vasitəsilə yaranır və koordinat oxları da AX ilə yaradılır. Fig qrafik sahəsinin ümumi obyektidir.
AX ise bu obyektin üzerinde grafik çekilecek koordinat okunardı. Geldik fill between funksiyasına. Fill between funksiyası ilə sahənin doldurulması. Fill between baxın sintaksi bu şəkildə yazılır. Burada bu funksiya x koordinatları arasında y1 və y2 arasındakı sahəni doldurur. Baxın. Y1 funksiyası, y2 funksiyası və onun arasındakı sahəni doldurur. X koordinatları boyunca verilən nöqtələrdir. Y1 və y2 bu nöqtələr arasındakı 2, y dəyəri, yəni y1 və y2 arasındakı sahə doldurulur. Alfa bərabərdir nöqtə 5 şəffaflıq dərəcəsini bildirir. Bu sahənin yarı şəffaf olmasını təmin edir. Yəni 50% şəffaf olmasın. Baxın, arxadakı tur xətti də görünür. 50% şəffafdır. Bunu misal üçün etsək, 9. Yəni belə də yoxlayaq. Baxın, daha tündləşdi. 5 edəndə isə görürük ki, şəffafdır. 50% şəffaflığı var. Line width bərabərdir 0. Sahə xəttinin olmaması təmin edilir. Yalnız doldurulmuş sahə görünür. Baxın, line width bərabər 0. Bunu misal üçün etsək, tutaq ki, 7. Yenə də yoxlayaq. Line width 0 olması sahə xətti olmur, sadəcə seçilmiş hissə görünməsi üçündür. Gəldik bu hissəyə. Grafikin orta xəttinin çəkilməsi. AX.plot x, y1 üstəgən y2 bölü 2, line width bərabər 2 bu hissə. Baxın bura. Bu xətt y1 və y2 arasındakı orta xətti göstərir. Yəni baxın bu xətti. Bu xətti göstərir. Y1 üstəgən y2 bölü 2, y1 və y2 ədədləri dəyərlərinin orta qiymətini alır. Line width bərabər 2 orta xəttin qalınlığı 2 piksel olaraq təyin olunur. Bunu misal üçün versəm burada 7. Baxın, daha qalın göründü. 2 verəndə nisbətən incə olur. Və bu hissəmiz koordinat oxlarının tənzimlənməsi hissəsi. X-nin 0,8 x oxunun sərhədləri 0 ilə 8 arasında təyin edilir. Y-nin bərabərdir 0,8. Y oxunun sərhədləri 0 ilə 8 arasında təyin edilir. Bu hissə x oxunda işarələr 1 ilə 7 arasında olan ədədlərlə göstərilir və həmçinin burada da y oxunda olan işarələr 1 ilə 7 arasında olan ədədlərlə göstərilir. X-in qiyməti 1 ilə 8 arasındadır, interval və y-inki də həmçinin. PNT Show'da bilirik ki, qrafikimizi göstərmək üçündür. Hazırda qurulmuş qrafiki ekranda göstərmək üçün istifadə olunur. Yəni burada baxaq y-in qiymətlərinə. X-in qiymətləri bilirik ki, 0, 0.5, 1, 1.5 ta ki gəlir 7.5, 8. 16 dənə belə bir element olan massivdir. Və hər birinə görə baxın 3 üstünə 3 gəlinir. Üstünə 3 gəlinir
4 vurulsun x, x'in qiyməti bölünsün 8. Və üzərinə də təsadüfi 0 ilə 0.5 arasında bir ədəd gəlinir. X-in qiymətləri, y1-in qiymətləri olacaq bura. Çünki baxın 3-dən yuxarıdır. Üzərinə 3 gəldiyi üçün 3-dən yuxarıdır. Y2-in qiymətləri isə olacaq bura. Ona görə ki, baxın üstünə 1 gəlinir. 1 üstəgən 2 vurulsun x-in qiyməti bölü 8. Və üzərinə də hər dəfə 0 ilə 0.5 arasında təsadüfi bir ədəd gəlinib. Bu da olacaq 1-dən yuxarı. 1-dən yuxarıdan başlayır. Çünki üzərinə 1 gəlir. Y2-in də qiyməti olacaq bura. Və bunların orta xətti olacaq. Baxın, orta xətt buranı təyin edən hissə bu. Və bu arası da doldurulacaq. Fin bitfin olacaq. Bu nümunə bu qədər. İnanıram ki, hər şey aydındır. Keçək digər nümunəmizə. Fin bitfin funksiyamıza aid olan digər nümunələrə. Fin bitfin x, y1, y2 funksiyasının istifadə olunduğu başqa nümunələr. Bu funksiya iki verilən arasında şəffaf sahə doldurur və bu müxtəlif məlumatları vizual olaraq qarşılaşdırmaq üçün çox faydalıdır. Aşağıda bəzi fərqli nümunələr təqdim edəcəyik və hər birini ayrı-ayrılıqda izah edəcəyik. Birinci, sadə fin bitfin nümunəsi. Ran edirəm, baxın, belə maraqlı bir qrafik meydana çıxdı. İndi gəlin bunu araşdıraq. X 0 ilə 10 arasında 100 bərabər nöqtə yaradılır. Baxın, bura bilirik ki, kitabxanalarımızı import edən hissədir. Keçdik verilənlərə. 0 ilə 10 arasında 100 bərabər nöqtə yaradılır. Yəni, bərabər intervallarla nöqtələr yaradılır. Bu massiv, bu nöqtələrdən təşkil olunmuş massiv x-in qiymətləridir. Həm bizim x massivimizdir. Y1 bu x-in qiymətlərinə görə sinus funksiyasıdır. Y2 isə həmin x-in qiymətlərinə görə kosinus funksiyasıdır. Qrafik sahəsinin yaradılması. Bir dəqiqə. Qrafikin yaradılması hissəsi, sahəni dolduran bitfin hissəsi, alfa 0.3 kalır bunu. Y1 və Y2 arasındakı sahə mavi rəngdə, yəni kalır bərabər bunu yazın. Görürsünüz, mavi rəngdə doldurulur və şəffaflıq dərəcəsi də 0.3, yəni 30% ilə doldurulur. Yəni, baxaq, bunu yox, məsələn, yazaq. Green. Bunu deyək 0.8. Baxın, yaşıl xəttinə dolduruldu, görürsünüz. Tündlüyü də artdı. Amma edək 3 və bunu daha qəşəng görünsün. Baxaq, burada y1 sinus funksiyası, y2 isə kosinus funksiyasıdır və bunlar arasında baxın, bu ikisi arasında sahə fin bitfin funksiyası vasitəsilə doldurulubdur. Orta xətt, baxın, orta xətti təyin edən hissə, orta xəttimiz budur, qırmızı bu xətt. Corner red yazılıb, baxın. Məsələn, yazsaq green yaşıl edəcək və qalınlığı da 2 piksel verib 5 versək, məsələn, görürsünüz, qalınlaşdı. Ancaq yaxşı olar ki, mən red və 2 olaraq saxlayım.
Başlanğıclar və şəbəkə xətləri, şəbəkə əlavə edən hissə. Baxın, title vermişik bu söz və burada çıxıb. Baxın, bu söz başlıqda çıxıb. Grid bilirik ki, arxa fona tor əlavə edir və qrafikimizi göstərən hissə. Keçək digər nümunəmizə. Qeyri-bərabər aralığına verilənlər üçün fin bitwin. Run edirəm. Baxın, belə bir qrafik çıxdı. İzahı bu nümunədə x verilənləri qeyri-bərabər aralıqlarla təyin edilib. Y1 və Y2 verilənlər arasındakı sahə narıncı rənginə və şəffaflıq 40%-nə doldurulur. Bu, qeyri-bərabər verilənlərlə sahə doldurulması və fərqli verilənlər arasındakı əlaqəni vizual olaraq göstərmək üçün istifadə olunur. Baxaq. Kitabxanalarımızı import edən hissə x-in qiymətləri. Baxın, x massivi 1, 2, 3, 5, 8, 9 qeyri-bərabər verilənlərlə qiymətlər alıbdır. Görsəl hansı bir qanuna uyğunluqla qiymətlər verilməyib. Məsələn, 2, 2 arta, 3, 3 arta və s. Necə gəldi? Qiymətlər verilib. 1, 2, 3, 5, 8, 10. Y1 isə yenə qeyri-bərabər aralıqlarla qiymətlər alır. Y2-də həmçinin. Qrafik sahəsinin yaradılması, qrafiki yaradan hissə sahəni dolduran hissə fill-between funksiyası vasitəsilə baxın, aradakı arası doldurulur və rəng orange, narıncı rənglə doldurulur. Şəffaflıq dərəcəsi 40%-dir, 0.4. Başlıq verilibdir qrafikimizə. Arxa fona tor xətti əlavə olunub və qrafik göstərilir. Baxın, bu x-in qiymətləridir. 1, 2, 3, 5, 8, 10. Və x-in hər bir qiymətinə görə y-in bu qiymətləri 1 olanda 1, y1 baxın, bu altdakı xəttdir. Baxın, buradan başlayan xəttdir. Ona görə ki, x-in bir qiymətinə y-in bir qiyməti uyğun gəlibdir. Baxın, 1, 1. X-in 2 qiymətinə y-in 4 qiyməti uyğun gəlir. X-in 2 qiymətinə y-in 4 qiyməti uyğun gəlir. Baxın. X-in 2 qiymətinə y-in 4 qiyməti və bu altdakı xətt bizdə birinci başlayan y1-dir. Y2-yə isə baxaq, x-in bir qiymətinə y-in 2 qiyməti uyğun gəlib. Buradan başlayır. Bu üstdəki xəttdə y2-dir. Və arasında görürsünüz, yenə təkrar edirəm, narıncı rənglə doldurulubdur. Şəffaflığı da 40%-dir. Bu nümunəmizdə belə, keçək digər nümunəmizə. Bu funksiyalar arasında fin-between istifadəsi kvadratik və linear. Funksiyalar arasında fin-between istifadəsi kvadratik və linear. Neyse, yazdık ki burada bana error çıkarttı. Bunu da götürək. Bura əlavə edək.
Onu da əlavə edək. Run edirik. Baxın, belə bir qrafikimiz çıxdı. İzahına baxaq. Y1 bərabərdir x-in kvadratı kvadrat funksiya. Y2 bərabərdir. Deməli, Y1 bizdə kvadratik funksiyadır. Y1 bərabərdir x kvadratı. Y2 2x. Y2 2x üstəgəl 1 linear funksiyadır. Xətti funksiyadır, baxın. x1, Y1 bizdə, baxın, bu parabola, bu kvadratik funksiyadır. Y2 isə bu 2x üstəgəlsin 1 xətti funksiyadır. Fin between Y1 funksiyası Y2'den böyük olduğu hallarda sahə yaşıl rənginə doldurulur. Y1 funksiyası Y2'den kiçik olduğu hallarda isə sahə qırmızı xəttinə, rənginə doldurulur. Baxın, fin between'ə bu dəfə fərqli bir şey gördük, funksiya əlavə edilməsini gördük. Y1 Y2'den böyük olduğu hallarda, bax, Y1 Y2'den böyük olduğu hallarda rəng sahə, bu ikisi arasındakı sahə green, yaşıl rənginə doldurulur. Faizi 50% elə bir görünməyinə label vermişik Y1 böyükdür Y2 və əksinə Y1 kiçikdir Y2 olduğu hallarda isə, baxın, bu halda Y1 buradan aşağı düşür, baxın. Y2 isə buradan qalxır belə, bu xətt. Bu hissə, baxın, red, qırmızı rənginə doldurulubdur. Yenə bunun parlaqlığı 50%dir və label'ı da Y1 kiçikdir Y2 yazılıb. Eyni qaydada kitabxanaların import olduğu hissə verilənlər 0 ilə 10 arasında, x-in aldığı qiymətlər 0 ilə 10 arasında 100 bərabər hissəyə bölünüb. Y1 x kvadratı funksiyasıdır, Y2 2x üstəgəl 1 funksiyasıdır. Qrafik sahəsinin yaradılan hissə, buranı sahəni dolduran hissəni izah etdik. Başlıqlar və şəbəkə əlavə edən hissə, başlıq, baxın, budur, əlavə olunub. Legend əlavə olunub ki, görürük ki, biz xətlərin rəngini və label'ını buradan görə bilirik. Grid arxa fona kör əlavə edilib və PNT show qrafiki göstərən hissədir. Bu nümunəmizdə bu qədər. Keçək digər nümunəmizə. Təsadüfi verilənlərlə fin between. Təsadüfi verilənlərlə fin between funksiyamız. Əlavə edən hissəmiz. Fin between funksiyamız. Baxaq. Təsadüfi verilənlərlə. Burada izahı təsadüfi verilənlər Y1 və Y2 üçün yaradılır. Normal paylanma ilə fin between funksiyası ilə təsadüfi verilənlər arasındakı fərq şəffaf şəkildə doldurulur. Color bərabər purple-un rəngin bənövşəyi olması təmin edilir. Bu nümunə təsadüfi verilənlər arasında əlaqəni göstərmək üçün istifadə olunur. Gəlin baxaq izahına. Kitabxanalarımızı import edən hissə, təsadüfi verilənlər, baxın, təsadüfi ədədlər verilir və x massivi 0 ilə 10 arasında 50 bərabər elə bir ki, nöqtə yaradılır. Bərabər aralıqlarla nöqtə yaradılır. Bu x massivinin qiymətləridir. Y1-in qiymətləri, Y2-nin qiymətləri, qrafik sahəsinin yaradılması, bu hissə, sahəni dolduran hissəyə baxaq. Y1 ilə Y2-nin qiymətləri arasını doldurur. Rəng, purple, yəni bənövşəyi rənginə, rəngin şəffaflığı 40%. Title əlavə edən hissə,
arka fona tören edir və qrafiki göstərir. Baxın, Y1 və Y2-nin təsadüfi qiymətləridir. Bu təsadüfi qiymətləri görürüz, biraz kardioqram qrafikinə o da bənzəyir. Təsadüfi qiymətləridir və bunun arasını bənövşəyi rənginə doldurur. Bu nümunədə bu qədər. Keçək digər nümunəmizə. Funksiyaların dəyişən sahəsi yenə fin bitfin. Köçürək bu nümunəmizi kopyalayaq. Bu nümunəmizi də run edək. İzahına baxaq. Y1 sinus x və Y2 sinus x üstəgəl 1. İki sinus funksiyası, biri x-ə, digəri isə x üstəgəl 1-ə əsaslanır. Və fin bitfin ilə bunlar arasındakı sahə şəffaflığı 0,3 olan rənglə doldurulur. Bu növ qrafiklər funksiyaların zamanla necə dəyişdiyini və arasındakı fərqi göstərir. Gəlin baxaq izahına. Kitabxanaların import edilməsi hissəsi verilənlər x massivi 0 ilə 10 arasında qiymətlər alır və 100 bərabər hissəyə bölünür. Necə? Yəni 0 ilə 10 arasında bərabər aralıqlarla 100 bərabər hissəyə bölünmüş qiymətlərdən ibarət massivdir. Y1 sinus x funksiyasıdır, yəni x-in həmin qiymətlərinə görə sinus funksiyasıdır. Y2 isə sinus x üstəgəl 1-ə əsaslanır, yəni sinus x üstəgəl 1-in sinuslarıdır. Qrafikin yaradılması hissəsi sahəni dolduran hissə Y1 ilə Y2-nin arası baxın doldurulub. Başlıqlar arkaya tur xətt əlavə edir və qrafiki göstərən hissə. Baxın, bu qaydada. Deməli, bu qrafikə də aid olan hər şeyi izah etdik. Yəqin ki, aydındır. Ümumi nəticə olaraq yuxarıdakı nümunələr fin bitfin funksiyasının müxtəlif vəziyyətlərdə necə işlədiyini göstərir. İki funksiya arasındakı sahənin doldurulmasını öyrəndik. Qeyri-bərabər aralıqlarla verilənlərlə ikilənməni öyrəndik və funksiyalar arasındakı fərqin fərqli rənglərdə göstərilməsini bu dərsdə öyrəndik. Bu metod vasitəsilə göstərilən sahənin vizual olaraq qarşılaşdırılmasını və daha yaxşı təhlilini təmin edir. Gəlin bu dərs yazdığımız kodları da yadda saxlayaq. Baxın, Jupyter editorumu açdığım yerə avtomatik olaraq gəlib düşdü. Və mən bunu hər dərs olduğu kimi bu dərs videomun altına yerləşdirəcəm. Kitabdan istəyən hər kəs yükləyib faydalana bilər. Yenə də deyirəm, kodları kopyalayıb baxmağınızı, istifadə eləməyinizi məsləhət görməzdim. Videoya baxa-baxa özünüz yazıb yoxlamağınız daha yaxşıdır, daha məsləhətlidir. Bu dərs istəyəcəklərimiz bu qədər. Əgər videolarım faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.